Salamlar, kanalıma xoş gəlmisiniz. Mən Teacher Ula ya da Ülker. Necə demək sizə rahatsa. Gəlin başlayaq. Öncəliklə mən kiməm və nə üçün bu kanal Teacher Ula adlanır? Adım Ülkerdir. İxtisasca jurnalistika məzunu olsam da son 8 ildir ingilis dili müəllimi kimi işləyirəm. Tək Azərbaycanda yox, dünyanın bir çox fərqli yerlərində ingilis dili müəllimi kimi fəaliyyət göstərmişəm. Buna misal olaraq Çin, Türkiyə, Litva və ən son olaraq Vyetnamı göstərə bilərəm. İngilis dilini əslində daim özüm üzərində çalışaraq self-study ilə əldə etmişəm və daha sonra öyrədərək daha çox öyrənmişəm və indi də sizə həmin metodları paylaşmaq üçün bu kanalı açdım. Bəs niyə bu kanalın adı Teacher Uladır? Dediyim kimi, mən Çində olanda insanlar mənim adımı düzgün tələffüz edə bilmirdilər. Çünki onlarda ə və k hərfləri yox idi. Və daha sonra Vyetnamda olanda onlarda heç ü hərfi də yox idi. Həmişə Ulkar deyirdilər. Belə olanda adımı qısaltmaq məcburiyyətində qaldım və Ula dedim. Və odur budur, son 5 ildir ki, mənə hamı Teacher Ula deyir. Hətta həyat yoldaşım belə bəzən mənə Ula deyə xitab edir. Sizə bir maraqlı fakt deyim ki, mən məktəb illərində attestatdan 8 fəndən imtahan vermişdim və ondan ikisindən 3 almışdım. Biri kimya idi. Səncə o biri nə idi? Bəli, ingilis dili idi. Attestatımdakı 2-3-dən biri ingilis dili idi. Və onun üzərindən 10 il keçəndən sonra mən artıq ingilis dili müəllimi kimi işləyirəm. Bəs bu necə oldu? Gəlin sizə bunun haqqında danışım. Mən əslində 2016-cı ildə mən xaricdə təqaüd proqramlarına çox başvuru eləyirdim. Xaricdə təhsil almaq istəyirdim və ona görə ingilis dilimi artırmağa çalışırdım. Və elə oldu ki, bir layihədə ilkin mərhələdən keçdim və məni intervyuya dəvət elədilər. Həmçinin bir ay yarım limit verdilər ki, bu zaman müddətində IELTS almalısan. Və nəticəsi çox gözəl idi, çünki Amerikada oxumaq şansı var idi. Bu barədə növbəti videolarda danışacağıq. Amma necə oldu ki, mən ingilis dili müəllimi oldum? Gəlin ona qayıdaq. İntervyudan kəsildim, amma IELTS-dan keçdim və sonra Azərbaycanın ən məşhur kurslarından biri olan Celt College'ın elanını gördüm ki, onlar ingilis dili müəllimi axtarırlar. Və ingilis dili müəllimi IELTS sertifikatına sahib olmalıdır. İngilis dili müəllimi kimi heç təcrübəm yox idi, amma 7 ballıq IELTS-ım var idi və çox yaxşı göstərici idi həmin dövr üçün bu. Elə oldu ki, başvurdum və məni qəbul elədilər. Dərs öyrətdiyim müddətdə çox öyrəndim. Bir il yarım işlədikdən sonra qərara gəldim ki, mən Azərbaycanda kurslarda işləmək istəmirəm, xaricə getmək istəyirəm yenidən və fərqli yerlərə müraciət elədim. Çində başladım ilk olaraq ingilis dili müəllimi kimi işləməyə. Orada həm bağçada, həm kurslarda ingilis dili müəllimi kimi işlədim. Çində koronavirus başladıqdan sonra Azərbaycana qayıtdım, daha sonra Litvaya getdim. Orada bir məktəbdə yuxarı siniflərlə işlədim, 8, 9, 10-cu siniflərlə. Daha sonra Türkiyəyə getdim. Türkiyədə bir il yarım yaşadım. Orada bağçada uşaqlarla işlədim. 4-5 yaşlı qrupum var idi. Onlarla bütün gün ingilis dilində danışırdıq. Və ən son olaraq 2023-cü ildə Vyetnama köçdüm. Və Vyetnamda 2 ilə yaxın yaşadım. Vyetnamda həm bağçada, həm məktəbdə, ibtidai sinifdə dərs keçdim, həm də orta məktəbdə 6, 7, 8-ci sinif şagirdlərinə dərs keçdim. Bundan başqa bugünə qədər həmçinin Azərbaycanlı tələbələrə onlayn olaraq dərs vermişəm. Ümumilikdə yəqin ki, ən az bir dəfə dərs keçdiyim tələbələrin sayı 1000-1500-ü ötüb. Və beləliklə Vyetnamdakı hissə bitdi və Azərbaycana gəldim. Ailə həyatı qurdum, Misrə getdim. Sonra təzədən yenə Azərbaycana gəldim. Və hal-hazırda onlayn şəkildə ingilis dili dərsləri keçməyə başlamışam. Bundan əlavə isə həm də istəyirəm ki, bu YouTube kanalı ilə özünüz necə öyrənə bilərsiniz, onunla bağlı təcrübələrimi paylaşım. Mənim haqqımda hələ ki bu qədər yəqin ki bəsdir. Əgər başqa suallarınız olsa şərhlərdə yazın, cavablandıraram növbəti videolarda. İndi isə gəlin kanal haqqında danışaq. Bu kanalda nə gözləyə bilərsiniz? Bu kanaldan 4 şey əldə edəcəksiniz. 1. İngilis dilini öyrənmək üçün praktiki metodlar və strategiyalar. 2.
Başlanğıc və aşağı səviyyədə olan tələbələr üçün izahlar. Bu videolar Azərbaycan dilində olacaq. 3. Orta və yuxarı səviyyədə olan, yaxud IELTS tələbələri üçün olan izahlar, tipslər, texnikalar, applicationlar, saytlar və s. Bu videolar isə ingilis dilində olacaq. Əgər az-çox ingilis dili bilirsinizsə, sizə tövsiyəm odur ki, ingilis dilində olan videolara da baxın. Ən azından az da olsa, çox da olsa, nə qədər başa düşsəz, sizin dinləmə bacarığınızın inkişafı üçün faydalı olacaq. Nömrə 4 isə motivasiya. Necə motivasiyada qala bilərik, necə özümüzə məqsədlər qoya bilərik, həvəsimiz ölmədən bu dili axır ki, öyrənə bilərik. Çünki bilirəm ki, mən sizin gördüyünüz ilk müəllim deyiləm və bugünə qədər dəfələrlə başlayıb yarıda buraxmısınız. Əgər yenə də başlayıb yarıda buraxmısınızsa, bunu necə etməyə bilərsiniz, necə sizi bu döngüdən çıxa bilərsiniz, bunun barəsində danışacağıq. Real təcrübələr paylaşacağım, özüm necə dil öyrənmişəm, bunun barəsində sizinlə paylaşacağım. Xaricdə tələbələr necə öyrənir, Vyetnamda necə öyrənirlər və ümumiyyətlə xaricdə həyat və onunla bağlı qısa videolar da sizin üçün hazırlaya bilərəm. Belə hələ ki ağlımda bu 4 mövzudur. Gələn videolarda isə necə oldu ki, mən IELTS-dən 1 ay yarıma 7 bal aldım. Necə oldu ki, mən IELTS-dən 1 ay yarıma 7 bal. Necə oldu ki, mən IELTS-dən 7 bal aldım? Bunun barəsində video çəkəcəm. İndi isə sizin növbənizdir. Şərhlərdə mənə hardan baxdığınızı, hazırki səviyyənizin nə olduğunu və niyə ingilis dili öyrənmək istəyirsiniz? Bunu yazın. Bir də ingilis dili öyrənəndə sizə ən çətin gələn məqamlar nələrdir? Bunun haqqında yazın. Və növbəti videoları çəkərkən bunları mütləq nəzərə alacağım. Sizin Teacher Ula. Bugünlük bu qədər. Bye bye.